Salam, bugün sizinlə çox dadlı və asan hazırlanan umaclı piroq reseptini paylaşıram. İlk olaraq 4 stəkan unun üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edib qarışdırırıq. Daha sonra 180 ml yağı əlavə edib umac halına gətiririk. Mən zeytun yağı istifadə etdim. Siz istəsəniz kərə yağı da istifadə edə bilərsiniz. Umac halına gəldikdən sonra 1 stəkan kənara ayırırıq. Piroqun üzəri üçün istifadə edəcəyik. Qalan xəmirə əvvəl 4 ədəd yumurta əlavə edib qarışdırırıq və ardından 200 ml qatıq əlavə edib yaxşıca qarışdırırıq. Bir paket qabartma tozu və 1 paket vanil əlavə edib yenidən qarışdırırıq. Hazırladığımız xəmiri listə əlavə edib ayırdığımız umacı üzərinə səpirik. Əvvəlcədən 170 dərəcədə isidilmiş sobada bişiririk. Evdə olan ərzaqlarla hər birinizin bişirə biləcəyi yumşaq piroqdur. Bişirib yeyən hər kəsə nuş olsun. Videonu bəyənməyi, like etməyi və abunə olmağı unutmayın.